Bayram süfrələrimizin bəzəyi olan çərəzlər təkcə ləzzətli deyil, eyni zamanda sağlamlıq baxımından da olduqca dəyərlidir. Qoz, badam, fındıq və digər çərəzlər orqanizm üçün vacib olan vitamin, mineral və antioksidanlarla zəngindir. Bu zəngin tərkib sayəsində çərəzlər immuniteti möhkəmləndirir, həzm sisteminin fəaliyyətini dəstəkləyir, zehni aktivliyi artırır və qaraciyərin normal funksiyasına müsbət təsir göstərir. Gün ərzində bir ovuc çərəz yemək bədəni ehtiyac duyduğu bir çox faydalı maddələrlə təmin edir. Lakin həddindən artıq istehlak artıq çəki, piylənmə, həzm pozğunluğu və allergik reaksiyalara səbəb ola bilər. Buna görə də ölçüyə diqqət etmək, gündəlik normanı aşmamaq vacibdir. Çərəzlərin faydasını maksimum qorumaq üçün onları qovrulmamış və ya az miqdarda yüngül qovrulmuş halda istehlak etmək daha məqsədə uyğundur. Çünki yüksək temperatur onların vitamin və minerallarını azaldır. Çərəz alarkən bir çox vacib məqamlara diqqət etmək lazımdır. Belə ki, görünüşü sağlam olmalıdır, rəngi dəyişmiş, zədələnmiş və ya kifli məhsullardan uzaq durulmalıdır. Kəskin qoxulu məhsullar seçilməməlidir. Qablaşdırılmış məhsullarda isə mütləq istehsal tarixi və son istifadə tarixi yoxlanmalıdır. Düzgün saxlanmayan çərəzlərdə zərərli maddələr, aflatoksinlər yarana bilər. Kif bəzən pambıqvari və ya rəngli ləkələr şəklində görünsə də məhsulun dərin qatlarına qədər yayılır. Bu səbəbdən də kifli hissəni kəsib istifadə etmək təhlükəlidir. Belə çərəzləri tamamilə atmaq lazımdır. İstehlak etməzdən əvvəl çərəzləri yumaq tövsiyə olunur. Açıq şəkildə satılan məhsulların toz və ya yad maddələrlə çirklənməsi mümkündür. Onları sərin, quru və qaranlıq mühitdə saxlamaq dadı və faydalı xüsusiyyətlərini qorumağa kömək eləyir.